Salam, hər vaxtınız xeyir. Bugün artıq bizim yeni mövzumuz leksikologiya mövzusu hesab olunur. Biz artıq fonetika ilə bağlı bütün ilkin məlumatları əldə elədik. Artıq növbəti ikinci bölmemiz leksikologiya bölməsi haqqında məlumatlara nəzər yetirək. Baxın, dilin lüğət tərkibini öyrənən bölmə leksikologiya adlanır. Yəni dildəki sözlər ki var, bunların hamısı leksikologiyada öyrənilir. Hətta leksikologiyaya belə tərif verilir. Dildəki sözlərin cəmi leksikologiyadır. Yəni bizim dilimizdə, Azərbaycan dilində istifadə etdiyimiz bütün sözlər leksikologiyanı əhatə edir. Leksikologiya ilə bağlıdır. Və bizim dilçiliyimizdə iki dənə məna var. Birinci leksik məna gəlir. Sözlərin iki dənə mənası olur. İkinci qrammatik məna gəlir. Leksik məna nədir? Leksik məna o mənaya deyilir ki, orada sözü tələffüz edirsən və ağla ilkin məna gəlir. Məsələn, kitab deyəndə oxumaq üçün vəsait düşünürəm. Dəftər deyəndə yazmaq üçün vəsait düşünürəm. Qələm deyəndə yazmaq üçün yenə vəsait düşünürəm. Artıq bu onun leksik mənasını əhatə edir. Bir də var qrammatik məna. Qrammatik məna isə həmin sözün hansı nitq hissəsinə aid olması, sualı, cümlədə rolu və s. nəzərdə tutur. Məsələn, mən yazıram bura kitab sözünü. Bilirəm ki, kitab sözü nə sualına cavab verir. Nə sualına cavab verirsə, bu adlı haldadır və isim mövqeyində çıxış eləyir. Cümlədə mübtəda ola bilər. Artıq bu onun qrammatik mənasını təşkil edir. Və sözlərin leksik mənasını izah eləməyin yolları var. Ya bunun məzmununa, əlamətini, xüsusiyyətini deməklə, məsələn, bayaq mənim dediyim kimi kitab oxumaq üçün vasitədir. Və yaxud müxtəsər sözünün leksik mənasını göstərmək istəyirəmsə, həmin sözün sinonimi taparam. Məsələn, qısa, yığcam. Və yaxud antonimini tapmaqla. Dost, düşmən. Və yaxud, məsələn, dənizçi yazmışam bura. Bunu tərkib hissələrinə parçalamaqla da leksik mənasını tapa bilərəm. Dəniz sözün köküdür, çi leksik şəkilçidir. Dənizçi artıq dəniz işlərinə məşğul olan şəxsə deyilir. Sonra var sözün qrammatik mənası haqqında artıq bütün ilkin məlumat əldə elədik. Sonra var sözün həqiqi və məcazi mənası. Sözün həqiqi mənası o mənadır ki, burada artıq biz sözləri ilkin mənada işlədirik. Məsələn, iki dənə ifadə yazacağam bura. Qızıl adam, bir də yazacağam qızıl üzük. Aydın məsələdir ki, üzük qızıl ola bilər. Bu ilkin mənadır, birinci mənadır. Üzük qızıl ola bilər. Bu həqiqi mənadır. Yəni reallığa sığırsa, real həyat hadisələrini əhatə edirsə, bu həqiqi məna olur. Məcazi məna isə bizdə sonradan törəmə mənadır. Yəni ilkin mənadan törəyən mənadır, dominant mənadır. Adam qızıl ola bilməz. Bu isə artıq bizdə məcazi mənanı əhatə edir. Sonra bizdə digər bir nüans tək mənalı və çox mənalı sözlərlə bağlıdır. Tək mənalı söz o sözlərə deyilir ki, onun sadəcə bir mənası var. Məsələn, tutaq ki, yazıram bura çiyələk sözü. Çiyələk sözünün başqa heç bir mənası yoxdur. Və yaxud yazıram bura moruq sözünü. Telefon, avtobus, avtomobil. Bu sözlərin ikinci bir mənası yoxdur. Törəmə bir mənası yoxdur. Əgər ikinci bir törəmə mənası yoxdursa, biz onda deyirik ki, bu sözlər tək mənalıdır. Bəs çox mənalı sözlər hansılardır? Çox mənalı sözlər isə törəmə məna əldə edən sözlərdir. Məsələn, mən bura yazacağam bunu. Soyuq, məsələn, hava. Bir də yazacağam bura. Soyuq, insan. Soyuq insan hər insanla münasibət qurmayan adama deyilir. Bu məcazi mənadadır, yəni çox mənalıdır. Amma hava artıq bizdə soyuq ola bilər. Əgər ki, soyuq sözü, yəni sözün biri, tərəfin biri həqiqi mənada, biri məcazi mənada işləmişsə, o söz 100% çox mənalıdır. Baxın, soyuq sözü burada birincidə həqiqi mənada işləndi, ikincisidə məcazi mənada işləndi. Artıq biz burada bizə aydın olur ki, soyuq sözü burada çox mənalıdır. Və ya belə bir şey də düşünə bilərik. Məsələn, yazaq bura qol sözünü. Qol, biri var, kəndin qolu ola bilər. Kəndin deyir bir qolu. Qol ola bilər ki, çayın qolu olar. Məsələn, çayın bir qolu. Qol, qapının qolu ola bilər. Cəftə mənasını ifadə edir. Bir də insanın qolu ola bilər. Görürsünüz, 4 dənə mənanı ifadə elədi. Artıq bu söz bizim üçün çox mənalı hesab olunur.
Növbəti bizdə digər bir nüans amonimlərlə bağlıdır. Nədir bu amonimlər? Gəlin mən burada bunu rahat qaydada izah edeyim. Məsələn, mən yazıram bura kök sözünü. Söz eyni cür yazılır, eyni cür deyilir, amma fərqli leksik mənanı ifadə edir. Artıq bu bizdə adlanır amonim. Məsələn, kök bir var dolu bədənlə. Bir də var kök, məsələn, tərəvəz kök. Görürsüz, eyni cür yazıldı. Bir də ağacın kökü ola bilər. Eyni cür yazıldı, amma fərqli leksik məna ifadə elədi. Artıq bu bizdə adlanır amonim. Amonimlər eyni nitq hissəsinə də aid ola bilər, müxtəlif nitq hissəsinə də. Məsələn, tutaq ki, dolu burada sifətdir, sifət. Burada ağacın kökü olanda isim olur, tərəvəz də olanda isim olur. Fikir versiniz, tərəvəzlə ağacda eyni nitq hissəsi oldu. Amma dolu bədənli kök olanda artıq sifət oldu. Yəni amonimlər həm eyni nitq hissəsinə aid ola bilər, həm də müxtəlif. Üzr istəyirəm. Və digər bir detal. Bəzi sözlər var ki, onlar amonim götürülə bilməz. Həm ümumi, həm xüsusi adam adları. Məsələn, yazıram bura arzu sözünü. Arzu sözü biri var istək mənasını ifadə eləsin, bir də var adam adı olsun. Bu söz amonim ola bilməz. Və yaxud bir hərfə görə mənası dəyişən sözlər. Yazıram bura m-ə-t-n, bir də yazıram bura mətin. Bu paronim anlayışıdır. Bir hərfə görə mənası dəyişdi. Mətin sözü yazılı hekayə mənasını verir. Yəni yazılı parçadır. Mətin isə dözümlü deməkdir. Artıq mən bunları amonim hesab eləyə bilmərəm. Və yaxud vurğusu dəyişməklə mənası dəyişən sözlər. Amoqraflar, alma sözü. Keçmişik artıq bunu fonetikada. Vurğu sona düşəndə meyvə mənasını ifadə eləyirdi. Amma bu vurğu əvvələ düşəndə feil mənasını ifadə eləyirdi. Alma kitabı. Artıq bu burada amoqrafdır. Yəni vurğusu dəyişməklə mənası dəyişən sözdür və dilçilik bunları qətiyyən amonim qəbul eləmir. Sonra köklər fərqli nitq hissəsi olanda mən bura yazıram əsir sözü. Əsir sözü biri var azadlıqdan məhrum olmaqdır. Bir mənası azadlıqdan məhrum olmaqdır. Burada isim kimi işlənir. Deyir hərbiçi əsir düşmüşdü. Yəni azadlığından məhrum olmuşdu. Bir də var əsir sözü. Belə götürə bilərik. Məsələn, bura yazaram yenə əsir sözü. Küləyin əsməyi mənasında. Baxın, əsir, hərbiçi əsir düşəndə kök əsir feilidir. Amma küləyi əsəndə kök əsmək feilidir. Görürsüz, bunlar artıq eyni cür yazılıb, eyni cür tərəfsiz edilsə də köklər fərqli nitq hissəsidir. Birində feildir, birində isimdir. Dilçilik bunları amonim qəbul eləmir, qətiyyən. Daha sonra növbəti bir anlayışımız sinonimlərdir. Sinonimlər deyilişi və yazılışı müxtəlif, leksik mənaları eyni olan sözlərə deyilir. Məsələn, xahiş edirəm, müxtəsər danış, qısa danış, yığcam danış, lakonik danış. Qısa, yığcam, lakonik, müxtəsər sözləri artıq burada bizdə sinonimlər hesab olunur. Sinonimlər iki cür olur. Mütləq sinonimlər və nisbi sinonimlər. Mütləq sinonimlər hər zaman bir-birini əvəz edən sinonimlərdir. Deyirəm, xahiş edirəm, qısa, yığcam, lakonik, müxtəsər danış. Bu mütləq sinonimdir. Amma nisbi sinonim hər zaman bir-birini əvəz edə bilməyən sinonimlərdir. Deyirəm ki, ürəyim ağrıyır, həkimə gedirəm. Amma könlüm ağrıyır, həkimə gedirəm deyə bilmərəm. Ürəyim ağrıyır deyə bilərəm. Amma könlüm ağrıyır, həkimə gedirəm deyə bilmərəm. Gülünc vəziyyətdə o. Yəni, könlüm ağrıyır nədir? Burada ürək olmalıydı. Görürsünüz, sinonim olsa da bir-birini əvəz edə bilmədi. Sinonimlərin əsas xüsusiyyəti hər zaman eyni nitq hissəsinə aid olmalıdır. Əgər eyni nitq hissəsinə aid olmazsa, mən onu sinonim hesab eləmirəm. Məsələn, kal yetişməmiş, şəkər, şirin, çiy bişməmiş bizdə sinonim deyil. Səbəb isə müxtəlif nitq hissələrinə aid olmağı ilə bağlıdır. Kökləri eyni olan sözlər də sinonim ola bilməz. Məsələn, bivəfa və vəfasız. Burada vəfa sözün kökü sız leksik şəkilçidir. Burada vəfa sözün kökü bir leksik şəkilçidir. Artıq burada köklər eyni vəfa sözündən təşkil olunduğu üçün mən bunu sinonim qəbul eləyə bilmərəm. Köklər eyni olmamalıdır. Növbəti bir anlayışımız antonimlərdir. Antonimlər əks mənalı sözlərə deyilir. Məsələn, gecə, gecənin əksi gündüz. Artıq bunlar antonimdir. Ağ, qara.
uca, qısa və yaxud hündür, alçaq. Bunlar antonim hesab olunur bizdə. Antonimlər mütləq sinonimlər kimi eyni nitq hissəsinə aid olmalıdır. Əksi halda biz o sözləri antonim götürə bilmərik. Antonimlərdə kök eyni olanda bu antonim sayılmır. Məsələn, dadlı sözünün kökü daddır. Sözün kökü daddır, l leksik şəkilçidir. Dadsız sözündə kök daddır, sız leksik şəkilçidir. Kök dad olduğu üçün, ikisi də eyni olduğu üçün mən bunu sinonim götürə bilmərəm. Sonra oxumaq, oxumamaq. Ma inkar şəkilçisi işlənərsə, oxu, oxuma, get, getmə. Mən bunu qətiyyən antonim hesab edə bilmərəm. Antonimlərdən isə ədəbiyyatda daha çox bədii təzad yaratmaq üçün istifadə olunur. Bu hissəyə mütləq nəzərə yetirmək lazımdır. Çünki bu dövlət qulluğunda uyğunluq sualı kimi düşüb. Bədii təzad. Təzad ərəbcədən zidd deməkdir. Təzad yaratmaq üçün istifadə olunur antonimlərdən. Növbəti digər nüans ümumişrək və ümumişrək olmayan sözlərdir. Ümumişrək olan sözlər mənası hamı tərəfindən başa düşülən və yaxud işlədilən sözlərdir. Kitab, dəftər, qələm, çanta, ev və s. Bunlar ümumişrək sözlərdir. Amma mənası hamı tərəfindən başa düşülməyən sözlər ümumişrək olmayan sözlərdir. Hansı ki, bunu yalnız müəyyən sahənin mütəxəssisləri başa düşür. Bunlara daxildir dialektlər, terminlər, yeni sözlər və köhnəlmiş sözlər. Gəlin birinci baxaq terminlərə. Terminlər nədir? Terminlər ixtisas peşə sözlərdir. Hər hansı bir sahənin ixtisası. Məsələn, riyaziyyatda sinus, kosinus, alfa, müxtəsər vurma düsturları. Bunlar ixtisas peşə sözdür, yəni termindir. Ədəbiyyatda metafor, metonomiya, təşbeh, epitet termindir. Azərbaycan dilində sait, samit, isim, morfologiya, morfemika termindir. Bunlar ixtisas peşə sözləri adlanır. Və bu terminləri yalnız həmin sahənin mütəxəssisi başa düşür. Bəzi sözlər var ki, həm termin, həm də ümumişrək söz kimi işlənə bilər və imtahana düşüb. Məsələn, boğaz sözü. Boğaz sözündə biri var, bu insanın boğazı olar. İşləndiyi ümumişrək söz kimi. Bir də termin kimi. Dardanel boğazı, Cəbalu Tarix boğazı. Coğrafiyada dar keçid mənasını ifadə edir. Artıq bu sözlər həm termin, həm də ümumişrək söz kimi işləndi. Sonra dialektlər haqqında danışa bilərik. Dialektlər şivə sözlərdir. Müəyyən bir rayonun dilində istifadə olunur. Müəyyən bir xalqın, kütlənin dilində istifadə olunur. Məsələn, doqqaz sözü küçə mənasını ifadə edir və yaxud əhbək sözü çörək mənasını ifadə edir. Tutaq ki, cənub bölgəsində mizə tutaq ki, masaya miz deyirlər. Bu dialektdir. Dəsmala əlardan təlis mehraba deyirlər. Bu dialektdir. Və yaxud tutaq ki, çörəyə əhbək deyilir, dialektdir. Küçəyə doqqaz deyilir, dialektdir. Yəni müəyyən bir rayonun, müəyyən bir xalqın, müəyyən bir kəndin dilində istifadə olunan sözlər dialekt və şivələr adlanır. Buradan isə sual düşmür. Növbəti bizdə köhnəlmiş sözlərdir. Köhnəlmiş sözlər isə o sözlərə deyilir ki, onlar dilin fəal fondundan çıxıblar. Bunlar tarixizmlər və arxaizmlər olmaqla iki hissəyə bölünür. Tarixizmlər tarixlə bağlı anlayışlardır. Məsələn, SSR, Sovet Sosialist Respublika İttifaqıdır. Tarixdə qalıb, köhnədir. İndi bu sözü istifadə eləmirəm. Xurcun, çuxa, çarıq, qılınc, qalxan, dəbliqə. Bu sözlərin hamısı tarixlə bağlıdır. Mən bu sözləri indi istifadə eləyə bilmərəm, istifadə eləmirəm. Amma arxaizmlər elə deyil. Arxaizmlər əvvəl tamam başqa mənanı ifadə edir, indi isə tamam başqa mənanı ifadə edir. Məsələn, əvvəllər ayaq sözü qədəh mənasını ifadə edirmiş. İndi isə artıq bədən üzvünü ifadə edir. Görürsünüz, əvvəl tamam başqa mənanı ifadə edir, indi tamam başqa mənanı ifadə edir. Və yaxud arı əvvəl təmiz mənasını ifadə edirmiş. Aydan arıdır, sudan durudur. Yəni aydan təmiz. İndi isə həşarət mənasını ifadə edir. Dəli əvvəllər igid mənasını ifadə edilmiş. Məsələn, deyir, Koroğlunun 7777 dəlisi var. İndi isə dəli ağıldan kəm, yəni ağılı normal olmayan insan mənasını ifadə edir. Və yaxud ağac, əvvəllər ağac bitki idi, üzr istəyirəm, ölçü vahidi idi. Məsələn, 6 ağac uzaqlıqda yerləşirdi. Amma indi bitki mənasında ifadə olunur. Deməli, arxaizmlər dilimizə yeni məna ilə qayıdıb.
Amma tarixi hizmlər isə ümumiyyətlə bizim dilimizdə yoxdur. Ümumiyyətlə bizim dilimizdə istifadə oluna bilmirlər. Sonra keçək digər növbəti anlayışımız neologizmlərə. Neologizmlər yeni sözlərə deyilir. Həyatın, məişətin, texnikanın inkişafı ilə bağlı olaraq yeni sözlər yaranır və bunlar neologizmlər adlanır. Neologizmlər iki cür yaranır. Birincisi, dilin öz daxili ehtiyatı hesabına yarananlar. Məsələn, ofisianta masadar deyirik. Tutaq ki, şpilkaya paltar şpilkasına bu şpilka adlanırdı, ipazor deyirik. Tutaq ki, rozetkaya elektrik yuvası deyirik. Tutaq ki, koridora dəhliz deyirik. Udinitla uzadıcı deyirik. Bunlar dilin öz daxili ehtiyatı hesabına yaranan neologizmlərdir. Bir də var alınma sözlərin hesabına yarananlar. Bunlar daha çox beynəlxalq səciyyə daşıyır. Gender, feminist, menecer, menecement və yaxud show, distributor, printer, TikTok, Instagram, YouTube, Twitter və s. Bütün sosial şəbəkə adları məsələn. Bunlar artıq alınma sözlər hesabına yaranan neologizmlərdir. Sonra son vaxtlar ən qlobal, ən çox işlənən sual tipləri Azərbaycan sözləri ilə alınma sözləri fərqləndirmək. Mütləq şəkildə bura bir ulduz işarəsi çəkirəm. Mütləq şəkildə bu diaqramın içərisi, yəni bu cədvəlin içərisi mütləq əzbərlənməlidir. Çünki imtahanda qlobal mövzu hesab olunur, düşür. Burada da nəyə fikir vermək lazımdır? Milli sözlərlə alınma sözləri fərqləndirmək lazımdır. Məsələn, Azərbaycan dilində vurğu sözün sonuna düşməlidir. Amma alınma sözlərdə əvvəla düşə bilər. İstisna, sapsarı, qapqara, dünər, bildir, bayaq sözləri, tipli sözlər. Milli sözlər olmasına baxmayaraq vurğu birinci hecəyə düşür. Əsl Azərbaycan sözləri ahəng qanuna tabi olmalıdır. Amma işıq, inam, ildırım tipli sözlər istisnadır. Əsl Azərbaycan sözləri olmasına baxmayaraq ahəng qanuna tabi deyil. Bizim sözlərimizdə iki dənə sait yanaşı gələ bilməz saat sözündə olduğu kimi. İki dənə samit yanaşı gələ bilməz kran sözündə olduğu kimi. Sadəcə sırağa gün istisnalı milli sözdür. Bizim sözümüzdə tək hecalı müxtəlif cinsi qoşa samitli söz ola bilməz. Məsələn, bənd sözü. N-dı, müxtəlif cinsi tək hecalı qoşa samitli sözdür. Amma yurt, qırıq türk sözləri və dörd sözü istisna olmaqla. Bizim sözümüz r, f, z samitləri ilə başlamaz. Amma zoğ, zoğal, fındıq sözləri istisna olmaqla. Bizim sözlərimizdə ön şəkilçi ola bilməz. Amma nadinc, nakişi, bir də natəmiz sözləri istisna olmaqla. Bizim sözümüz j samiti ilə başlamaz. Amma qıjı və qıjıltı sözləri istisna olmaqla. Bizim sözümüzün sonu o, ö, e saiti ilə bitməz. Bizim sözümüzdə uzanma ola bilməz. Bizim sözlərimizdə qoşa samitlər yanaşı gələ bilməz. Amma 50, 7, 8, 9 tipli sözlər istisna olmaqla. Elm təhsili ilə bağlı bütün sözlər, kollec, namaz, oruc, texnikum tipli sözlər də alınma sözlərdir. Bu hissəyə baxmırıq, daxili preklassiya bizə düşmür. Sonu at hissəsindən gedənlər, əlat, gedişat. Bu sözlər istisna olmaqla yerdə qalan sonu atla bitənlər bizdə alınma sözlərdir. Əgər heca burada verilən məmü-müqütə hecaları ilə başlayarsa, mömin, mötəbər alınma sözlərdir. Sonu h və ənk hecaları ilə bitərsə, Allah, qəşəng, günah alınma sözlərdir. Təhsil dinlə bağlı sözlər, bülbül, əmək, silah, nəqliyyat, qış və yay sözləri istisna olmaqla. Sonra qayda, qanun, qələm, fayda, uşaq tipli sözlər, din, məscid, namaz. Bunlar isə yenə bizdə ərəb fars mənşəli sözlərdir. Hansı sözlər milli sözlərdir? Sadə fellər, qaçmaq məsələn. Saylar, 80 milyon, milyard, trilyon sayları istisna olmaqla bunlar alınma saylardır. Şəxs işarə sual əvəzlikləri, orqan və bədən üzvləri, qohumluq adları, əmi söz istisna olmaqla və təqlidi sözlər. Təqlidi sözlər nədir? Vuranda, toxunanda səs çıxardan səslər. Məsələn, belə toxunuram, bu səs çıxardır. Bu təqlidi səslərdir. Və bütün bunlar bizdə milli sözlər hesab olunur. Növbəti bir anlayışımız isə və sonuncu anlayışımız frazoloji birləşmələrdir. Vacib bir sual tipidir. Buradan da sual qlobaldır, düşə bilir. Frazoloji birləşmələrdə nəyə fikir verməliyik? Frazoloji birləşmələr obrazlılıq, canlılığı yaratmaq üçün istifadə olunur. Sabit söz birləşməsidir. Sabit söz birləşməsi o birləşməyə deyir ki, dildə hazır şəkildə mövcuddur, daşlaşmış şəkildə var. Onu kimsə yaratmır, dil özü yaradıb və tarixən yəni dil yaradandan sonra
o tarixin işlənməyə başlayıb. Frazeoloji birləşmələr dildə yenə hazır şəkildə olur. Sözlər həqiqi mənada olmur, ancaq məcazi mənada olmalıdır. İki və daha artıq sözdən ibarət olur. Mənalarını bir sözdən ifadə edə bilərəm. Dilçilikdə həm sərbəst, həm sabit söz birləşməsi var. Məsələn, bura yazsam mən ana ürəyi. Bu bizdə avtomatik sərbəst söz birləşməsidir. Yəni istənilən şəkildə dəyişir, heç bir məcazi məna yoxdur. Amma frazeoloji birləşmələr isə dəyişmir. Məsələn, tutaq ki, deyirəm hirsi təpəsinə vurmaq. Bu sözü necə dəyişərəm? Dəyişə bilməyəcəm. Artıq bu bizdə sabit söz birləşməsi hesab olunur. Və sabit söz birləşməsində antonimlik, sinonimlik, amonimlik olur. Məsələn, birinci baxıram söz verməyin amonimliyinə. Deyirəm ki, məsələn, tutaq ki, ataya toyda söz verildi. Hörmət əlaməti olaraq böyüyə söz verməkdə, yəni böyüyü tutaq ki, çıxışa çağırmaq. Bir də var, deyirəm ki, mən sənə söz verirəm ki, sən qəbul olacaqsan. Vəd vermək. Artıq bu amonimdir. Və yaxud üz vermək. Üz versən bir astar istəyir. Yəni, belə deyim də, məcazi mənada. Birinə çox, belə deyək də, birinə çox yer vermək mənasını ifadə edir. Yəni, həmin şəxs ona verilən dəyərdən istifadə eləmək mənasını ifadə edir. Bir də üz vermək, məsələn, bədbəxt bir hadisə üz vermişdir, yəni baş vermək mənasını ifadə edir. Sonra sinonimliyi. Məsələn, cin atına minmək, hirsi başına vurmaq, zəncir çiynəmək, özündən çıxmaq. Bunun hamısı sinonim frazeoloji birləşmələrdir. Və yaxud tutaq ki, ağzına su almaq, ağzını qıfıllamaq. Sinonim frazeoloji birləşmədir. Hər ikisi susmaq mənasını ifadə edir. Antonimlərə isə zəhləsi getmək, xoşa gəlmək. Dilotu yemək, ağzına su alıb oturmaq. Artıq biri dilotu yemək tez-tez çox-çox danışmaqdır. Ağzına su alıb oturmaq isə heç danışmamaq mənasını ifadə edir. Bu isə antonimlərə aid nümunələrdir. Həmin bizdə leksikologiya bura qədərdir. Növbəti mövzu artıq söz yaradıcılığıdır və bu bölmədən, yəni leksikologiya bölməsindən bizə düşən suallar hansılardır? Birincisi, bizə düşə bilər amonimlərlə bağlı. Amonim düşən bir anlayışdır. İkinci, bizə düşə bilər terminlərlə bağlı sözlər necə düşər? Deyər həm ümumişləş, həm də termik işlənən sözü tap. Üçüncü, bizə düşər frazə ilə bağlı, ən çox buradan sual düşür. Dördüncü, bizə düşə bilər milli sözlərdən alınma sözləri fərqləndirməklə bağlı anlayış. Bəzən isə nəzəri sual düşər. Tutaq ki, amonim çox mənalı və sinonim antonimlərə aid xüsusiyyət verər və bunu uyğunluq sualı kimi qurmağı tələb eləyər. Bu isə artıq bizim qəbul suallarımızın içərisində var. Biz bunu işləyəndə görəcəyik. Bu bizim leksikologiya haqqında yekun məlumatımız. Sadəcə bu dediyim detallara isə burada xüsusilə diqqət yetirmək lazımdır.